Əcbər cücə, yəni bu. Nə olar ki, restoranda gətirirlər, adam baxanda iştahadan düşür. Həm salimdir və həm çox-çox dadlı və yeməli. Məndən eşidirsən, həttəmən bir seri bu rəvişdən imtahan elə. Toyuğu 2 saat qabaqdan duzlu suda yatırtmışdıq, sudan ayırıb və təmiz dəsmalın içində quruduruq. Dərin bir tavanın içinə yağ töküb, iki yüzündə xına kimi qızardırıq. Sonra yarım livan suya bir dənə narincin suyunu sıxıb, sarıkök və filfil vurub qarışdırırıq. Toyuqların üzünə töküb və 100 qram kərə izafə edirik. Bir dənə yağlı kağızı əlimizdə büktəlib, sonra açıb səririk ətin üstünə. Ta üzü də pəmbə kimi nərm olsun. Əsl Əkbər cücə gərək nərm ol əziz ola. Qapağını qoyuruq, aşağı hərarətdən 2 saat bişər. Toyuğu fəqət bir seri çörün, həttəmən də kağızı da üstünə çəkin. Axırda da xoş rəng olmaq üçün zəfəran vura bilərsiniz ki, əlbəttə ixtiyaridir. Bu da gözəl sosundan ki, dəsturun kəpşində kamil yazmışam. Əkbər cücə serv olunca gərək belə yağın içində xırda-xırda yağında saf eləyib bir qaba tökürəm, qoyuram frizerə, gələn serdə işlədirəm. Sizə dadından nə qəd desəm, az demişəm, həttəmən imtahan eləyin və əlbəttə qızarmağı da öz əlinіздədir. Mən belə qıpqırmızı olanda xoşlarım. Sizə nuş olsun, mənə xoş olsun. Əgər bəyəndinizsə, like yadınızdan çıxmasın. Yaşayasınız.